79 kiloqramdan artıq narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb. Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya kağıt yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən kağıt formasına salınaraq gömrük nəzarətindən gizlədilən qablaşdırılmaları ilə birlikdə ümumi çəksi 79 kiloqram 820 qram xüsusi külli miqdarda narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.